İkincisi, qohumlarla əlaqəni bərkitmək insanın ömrünün uzanması və ruzisinin çoxalmasının səbəbidir. Ənəs bin Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur: kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə, qohumlarla əlaqəni bərkitsin. Və ömrün artması da deyəndə burada ya insanın ömrünə bərəkətin verilməsidir. O kəs ki, qohumlarla əlaqəni qurur, bərkidir, onlara yaxşılıq edir. Burada məqsəd ömrün bərəkətli olmasıdır və yaxud da ömür həqiqətən də insan uzanır, qohumlarla əlaqə qurduğuna görə. Allahla o insanın ömrünü uzadır. İbn Teymiyyə buyurur ki, ruzi iki növdür. Əhəduhumə mə allemehullahu en yerzuqahu fəhədə la yetəğəyyər. Birincisi, Allah Teala'nın yani ona ruzi verməsini bildirməsidir. Bu da değişmir. İkincisi, Allah Teala kitabında yazmıştır ve meleklere bildirmiştir ve bu da artır ve azalır insanın ettiği sebeplərə uyğun olarak.